Özü öz əcəlini çağırıb da. Ay Allah. Ayağımı qaldırsan mən qaldırdım, sən qaldırsan da bəsdir. Sən qaldırsan aşağı olur. Ama İlber Ertan kim atmıştım. Orada biraz səsimizi qaldıran kimi echo verir. Burada biraz külək də var. Ağacların xışıltısı. Qəşəng dərsində. Bakı gecəsi. Elə onu deyirdim də bir ara. Böyle mən vuruşu belə yayxanıram. Yayxandır yoxam mən. Sən yanında yoxam. Ayaz. Binə bazarındaydım. İndi həyatımın o dönəmindəyəm ki, həm musiqi ilə məşğulam, həm də bir balaca satışla bağlı öz işlərimi davam etdirirəm. Yəni kişi köynələri, qalstuk, kostyum, şalvar, bu tipdə həm onlayn kimi, həm bir balaca mağazamız var. Maraqlıdır da ümumiyyətlə. Maraqlıdır. Mən sənin söhbətində də olmuşdu bu söhbət. Hər ikisindən zövq alıram mən. Bəzən olur ki, biri-birini keçir hərdən. Bir dönəm olur ki, musiqi sayəsi mənə daha çox belə feyziyab edir. Dönəm olur ki, ona əsəbləşirəm. Misal üçün bu qalxır yuxarı ki, bir nəfər gəlsin, onu geyindirim, özümü rahatlayım da qəşəng, xoş olsun mənim üçün. Xeyirli olsun. Subaylı açın olsun. Necə gedir? Hə, gedir. Bu ara biraz geyim sayəsində durğunluq var. Ələxsus kişi geyimində. Mənim bir dostum var, musiqiçidir. O demiş ki, yəni misal üçün məkanda, zalda rəqəm şərtidir. 15 adam varsa, 15 qonaq varsa, onun 3-ü sənə diqqətlə qulaq asırsa, məsələn, o sənin üçün xubdur. Yəni o sənin üçün qəşəngdir. Yəni sən onlara xitab eləməlisən. O birlər artıq yəni sənət baxımından məsələ gedir. Yəni, o əylənmə başqa şeydir, sənət baxımından başqa şeydir. Onlar sənə diqqətlə qulaq asır, deməli sənin qazancın odur. Sözün biraz təcrübə edinməyə, biraz vaxt lazım. Mən xeyli vaxt idarəlaşmışdım bu sahədə, sən də bilirsən. Onsuz da yəni 5-6 il başqa ölkədə yaşamışam. Həm satışdan, həm də musiqidən uzaqlaşmışdım. Pandemiya ərəfəsində ölkəyə qayıdışım. Təzədən bunların yenə ikisini eyni zamanda başlamışam. Mən gedib qayıdandan sonra bir balaca yox, xeyli dəyişiklik var idi. Həm yəni yaxşı dəyişik. Yaxşı olsun. Yaxşı deyə yaxşı olsun. Elə məndən də bəzən soruşurlar. Zdravstuyte. Məndən umarım ki qayıtmağı da var, yəni onu özləmək lazım. O qayıtsın, Marusya qayıtdı. Mən özü bir vedrəsə nə işiniz olmasın. Hala Marusya ged oyanda. Bir dənə buradan oraya şəkillə var. Bu ancaq bu gözəlliyi orada ala bilmərsən. Və kiməsə göstərmə məcburiyyətin də yoxdur. Özün bunu görürsən burada, yaşa bunu. Həzzi al. Kiməsə göstərmə. İndi və bax elə gözəl tikiblər ki, hardan baxırsan bax. Sadəcə girişdir. Amma mən kino studiyanda həyatımda bir binasında olmuşam. Orada bir işimiz vardı bizim. Kino studiyanın binası amma möhtəşəmdir. Həm də bağ-bağça falan besməkan. Plus da bina özü də ki, bizim orada bir çəkiliş var idi, iş var idi. Nargin adası ilə bağlı bir sifariş var, çəkiliş var idi, kino var idi. Bədii film. O ilə bağlı işləyirdik. Sən demə onun altında həbsxana versiyası da varmış. Orada tikilisi varmış. Orada çox da qorxulu, havasız da bir yerdir. Biz orada yalan olmasın, bəlkə bir 150 nəfər adam orada iş görürdük. Mətbuatın da mən təmiri fikirləşirəm özümdə, nəşriyyatın daha doğrusu. Oranın təmiri... Oranın təmirinin girişsələr... Gələ girişməsinlər. Böyük ehtimal pis günlə qoyacaqlar. Yanında Vahid Bankın binası var. O binanın da memarlığı çox qəşəngdir. Şurada yadıma gələn indi hal-hazırda bu dəqiqə, bu an. Ən xoşuma gələn tikili hansıdır? Ən xoşuma gələn tikili... Yəni, mən belə şeylərdə yalnız bir cavab verməklə o qədər xoşlamıram. Hal-hazırda an. Amma seçəsi olsam yenə də elə hal-hazırda gözümün qabağında olan Şirvanşahlar sağ. Şirvanşahlar. Yəni, hardan baxsan, gözünü ondan çəkə bilmirsən. Mən özümdə düşünürəm, mənə görə simvol kimi, Bakının şeyi kimi, Qız Qalası. Qız Qalası, nə qədər ki bu Crescent Mall və yaxud da Flame Towers onu var, o tikiləndən sonra biraz o elə bir harada gözündən itməyə başladı elə bir Qız Qalası onlardan sonra. Amma yenə də mənim üçün Qız Qalası bir
simvoldur da Bakı üçün. Sən köhnə Bakılı deyilsən. Mən köhnə Ağsuluyam. Köhnə Ağsulu. Amma mən Bakı cəmaatı və Bakılı özümü sayıram. Niyə? Mən Sovetskdə falan böyümüşəm. Hövsanda falan böyümüşəm. Şəhər cəmaatına daha özümü yaxın hiss eləmişəm. Danışıq olaraq, düşüncə olaraq, rəftar olaraq. Əsla bu digər məsələlərdə toxunmaq istəmirəm. Amma niyəsə özümü elə hiss edirəm. Mən Bakıda içəri şəhərdə xüsus çox gəzirəm. Sən də bunu bilirsən. Piyada. Mən burada Bəhram Bağırzada olmaq istəmirəm. Şamaxlı olub Bakı kimi takılmaq istəmirəm. Amma ki, bu belədir. Mən də Bakıda doğmuşam, Bakıda böyümüşəm, Sovetskidə doğmuşam, Yasamalda böyümüşəm. Təbii ki, ən çox xoşladığım, sevdiyim yer içəri şəhərdir. Yəni, o dediyim məsələlərə mən də qatılıram. İndi o tikililər istər-istəməz yeni tikililərin arasında dünyanın gözünə, dünyaya çıxmaq üçün, dünyanın gözünə özlərini soxmaq üçün belə bir memarlıq abidələrə kimi istifadə olunur, çox qabardılır. Yəni, təbii ki, Qız Qalasının yerini verə bilmir. Reklam çarxlarına falan da çox önə çıxardılar. Flame Towers. Maraqlıdır, gözəl tikililərdir. Biz baxsaq, məsələn, bütün amma təbii ki, tam tərsi olmalıdır məncə. Amma yəni bir şeyini tanıdacaqsansa, elə keçmişini tanıdacaqsan. Bəli. Bir dənə burada nüans vermək istəyirəm. Erməni köpək oğlunun heç nəyi yoxdur, misal üçün. Nəsə bir çatdan konfet düzəldir, bütün dünyaya tanıdır ki, mənim belə bir şeyim var. Sözün axırını mən istəyirəm belə bir şeylə bağlayayım. Bu Bakılıyam və başqa bölgələrlə. Ən elə nöqtəsi o idi, mən onu tapdım. O şey kimi, Kılıçdaroğlu kimi. Deyir ki, kim harada doğulmuş, yaşamış, nə təfavütü, zatında əgər yoxdursa nöqsan, Bakılımdır. Mövzumuz bura gəlib çıxın dostlar. Çox sağ olun ki, izləyirsiniz. Ayaz Ester. Vüqar Nuri. Özünüzə yaxşı baxın. Qoz kimi. Bu qədər xoşum gəlir, bax. Hə? Lapdan bir dənə mövzu çıxıb, onu danışırıq. Hə.